Herkese salam, TV Show magazin kanalımıza xoş gəldiniz. Bizimlə sən verilişinin aparıcısı Zaur Baxşəliyev TikTokda canlı yayım açıb. O canlı yayım zamanı izləyiciləri ilə birlikdə quymaq bişirib. İzləyiciləri ilə çox səmimi söhbət edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Bağlama, bağla, gic oldum. Allah'ın da olsun. Açıp koyacağım yani. Daha şimdi numara evden yeni. Sana yetersen başka kapak koy. Başka kapağımız yoktu. Gece, ben diyorum. Ne değil? Tarsımı qurmağa ənvər yiyənən. Gülüb olur. Ənvər yiyənən. Tarsımı qurmaqda ənvər yiyənən. Я тоже хочу, моя мама когда-то так готовила. Нет мука и вода и масло. С мукой и вода и масло. Да, мука, вода и масло. Больше ничего не надо. И саркёк это как на русском? Саркёк это как? Sarkık nedir Rusça? Sarkık nedir? Kurkuma da. Kurkuma. Rusça nedir? Azerbaycan'da sarkık denir. Sarkık nedir Rusça? Neyse sarkık Rusça nedir? Lazım sarkık Rusça nedir? Sonra buna darçın. Görmüş hiç olmasa tutulur qazma. Tutur. Peki biraz belə aralı qoyun. Aralı qoysam düşəcək içine. Tutacaq, tutacaq. Ola bilməz tutmasın. Elə şey var. Ha? Qəşəng çıxır, ha? Götürüm qapağı. Mən qapağı götürüm içine baxarsınız elə ki. Tutacaq. Taşdış da tutur. Birazdan qabıqlayıb qıraqdan çıxacaqdır, özünüz görəsiniz. Mənə anlanan bilməzsiniz. İstəyirsiniz pis çıxsa, nə elə eləyirsiniz? Nə? Quymaq. Allah qələt elədim, birdən quymaq hazırladım. Aləm dəydi bir-birinə. Yatdım, yatma, Cəmən, yatma. Yaxşı, süper. Salyan tortundan mən nətər yiyim? Yiyim narım mən sonra. Yiyim qalım tualetdə qalım. Salyan tortundan yiyim. Salyan onu. Elə bir şəraitdə. Ay tövbə. Onu tortundan mən yesəydim, onda mənim mostum gedəcəkdi. Ələ salmıram, ama yaman günlər geçmişdi Allah. Yalandan özümü nə göstərmə. Bilirsiniz, humanizm namına, elə insanlar var, özünü saxta göstərənlər ki, insan qəlbini qırmaq olmaz, ondan bir qaşıq da azmır. Nətər qoyum ağzıma getmir axı, təbini çəkmir, nətər yiyeyim? Yox, bişməz. Qapağı götür deyənlər o üçün maraqdadırlar. Yalandan mən xoşlamıram, yalandan saxta. İnsanlıq naminə özünü belə yalandan göstərirsən, belə tipada güya ki, sən belə o qədər humanistsən, o qədər belə deyək də insan pərvərsən, belə. Bunlar bura ağzına qoy, ödün ağzına gəlsin. Deməli, bir dəfə Hindistandayım, danışım sizə bir şey. Deməli, getmişik Hindistana. Hindistanda təxminən bir 20 gün Hindistanda qaldım da, çəkilişlərlədim. Təsəvvürən Hema Malinini çəkmişəm, Zita və Gitanı, Raj Kapurun oğlunu çəkmişdim, Rishi Kapur, Bobby də çəkiləni.
Səhv eləmirəmsə, Bobidə çəkilən idi. Hə. Bunun ev muzeyini çəkmişəm. Ümumiyyətlə Hindistan toyu, Hindistan adət-ənənələri, bütün belə Taj Mahal, Mumbai, Delhi, daha haralar, Karachi, hər yerə getdikdə Karachi. Deməli, gəlmişik bir Hindistanlı ailəyə. Mən Hindistana düşəndən ağzıma bir loxma yemək getmədi. Ancaq yemişəm alma, armud. O vaxtda ora belə deyək də hər yerdə bizə deyirlər ki, dişinizi oteldə dişinizi sürtəndə elə eləyin ki, su ağzınıza getməsin, qarın açıla bilər də. Buna görə berimizdə həm də spirt gəzdirirdik. Məsələn, viskidən falandan, spirtdən qoyurduq ki də, bunu heç olmasa nəyinəsə bədənimiz təmizləyək də, spirt zad olsun, mikrob zad götürməyək. Qapağını götür, dibi tutsun. Hələ götürdüm, yaxşı, dincəlin də. Götürdüm də, hə. Sakitləşdiniz. Hə. Elə bil ki, bu qapaq burada dursaydı, dünya dağılacaqdı da, yaxşı, götürdüm, hə. Məzələnləri deyil, bağlanır. Allah'ın dostunu söndürəcəm canını. Bunu qazmaq tutmayacaq deyəsən. Tutacaq. Gəlin buna çox belə baxmayaq. Adam çox baxanda tutmur. Gedək orada oturaq belə, danışaq. Sonra şey edək. Adam üzünə belə baxanda tutmur. Sonra gedək, sonra baxaq. Məncə belə eləyək. Çox üzünə baxanda tutmur. Belə qoysaq tutacaq. Hə. Yanmaz. Dəmiri birazdan qoyacağam. Qoy biraz altı qazmaq tutsun, sonra qoyacağam. Deməli, Hindistanlı ailəsindəyik. Bizim orada bir Vüsaləmiz var. Deməli, səfirlikdə işləyirdi Vüsalə. Buradan salamlayıram, əgər məni görürsə, eşidirsə. Muavit qalmışıq biz Kego Medianın sayəsində. Kego Media sağ olsun. Yer gəlmişkən üzv olun. Doğrudan da Azərbaycanda TikTok Live-in rəsmi nümayəndəsidir Kego Media. Mən elə belə şey məsləhət görmərəm. Deməli, ailədə, Hindistanlı ailəsində mən də 17-18 gündür ki, dilimə bir dənə də olsun Hind yeməyi vurmuram da. Yəni, yeyə bilmirəm də, təbim çəkmir. Neyini, özümü öldürməyəcəm ki, yalandan nə deyim ki, yeyə bilirəm. Alma, meyvə də, bəlkə bir 17 kilo atmışam orada. Deməli, Hindistanlı ailədə yağ kimi çəkirəm. Vüsalə dolma pişirib gətirib, nəhayət ki, dolmanı götdüm, qoydum bir dənə Hindistanlı ailənin ağzına belə ki, bəs xanımın ki, bəyidir, dedim, siz bundan yiyin, bunun arvadı dur. O yaşıl yeməkləri olur bunların. Bundan belə götür, bir də sox mənim ağzıma. Nə günə qaldım mən? Nə günə qaldım mən? Ay Allah. Öldüm o dünyanı gördüm, gəldim. Daha təsəvvür eləyin ki, 2 gün oteldən çölə çıxmamışam. 2 gün. Qapını açırdım çölə çıxmağa, qayıdırdım dala. Qapını açırdım çölə çıxmağa, qayıdırdım dala. Qapını açırdım çölə çıxmağa, tualetlə dostlaşmışdım. Ən doğma yerim idi ora mənim. Tutacaq. Bunun ağzı nədir, qazmaq tutmuyor. Həvəsləndim, yenə gəldim bura. Qapağını aç, dibi tutsun deyənlər hardadılar? Onlara xoş xəbərim var. Ağıllıdırlar, onlar çox sağ olsunlar. Yanmaz dibi. Alın biraz altını. Tutacaq bu saat. Necə belə gəldiniz? Allah, krant elə bir ki, sistit olubdur. Bu suyumuz heç vaxt belə gəlməzdi, nə olubdur? Allah, qızı, bu krantımız sistit olub. Qram-qram gəlir. Dəmiri qoyum altına. Dəmiri qoysam, dəmirin də qızmasından ötürü bir nə qədər vaxt lazımdır. Bunda dəmdən düşər qorxuram. Tutur. Deyil ha. Qəşəng. Yərlisən zaur. Qazmaq tutur. İndi neynəyəcəyik?
İndi canım sizə desin. Bunu qoyacaq bunun üstünə. Bunu qoyacaq bura. Qəşəng. İsti qəşəng qazmaq tutsun. Səhv elədim elə bil, hə? Nağ qoydum. Hə? Yanmasın deyə qoydum da. Qoymayardım. Sən Allah üçün çıx buradan, kredit pul verilir. Yalan yeri kredit pul verilir. Gedir, özün dəsə axtarsan, cibində bir qəp pul yoxdur, cəmaata kredit verir. İndi yiyəcəm, hə, yeməyim. Qoymaq. Dəmiri götürün. Dəqiq. Niyə ki? Bu dəmirlə olsun da, altında dəmirlə olsun. Tutacaq qazma. Uca qazmağı tutubdur. Qəşəng olacaq. Quymaq tərliyir. Quymaq tərliyir. Buna həm də deyirlər ki, yağını qaytarmaq. Yağını qusur. Belə də deyirlər. İndi üzr istəyirəm, ifadə biraz pis çıxsa da, amma belədir də. İndi tutacaqsa, mənim əlimdən o qazmaqsız çıxmaz orada. Mümkün deyil, dünyanı dağıdaram. Həyatı boyu. O qazmaq orada tutmasa mənim adımı dəyişərəm. Mənə də mən deyərlər. Yumurta vurmadım. Dolamısan hə mənə. Yumurta vurmadım deyir. Yox bir. Pendir zədə döymək lazımdır. Yumurta nədir? Tutacaq. Ürək. Tam yağı qaytarmalıdır. Mən istəyirəm biraz quruyan təyər olsun. Elə xoş görəm. Xodun nə? Hə. Günay da. Günay, yenə cırmaqlayırsan bala. Nə el eləyirsən? Nədir? Xəşil deyil, quymaqdır. Yox, o biraz da o qazmağı tutmalıdır axı. Yox, o qazmağı tutmalıdır axı. Qazmağı tutsun da. Əslində ağzını ölçsəydim çoxdan tutmuşdu qazmağı. Mənə Allah'ınız qoymadınız. Nə? İndi vampoda qoymaq lazımdır. Yox, altına dəmir qoymuşam axı, vama ehtiyac yoxdur. Qarçınımız var bizim. Bunun altı tutmasa işləyib yabır oldu. Ha, dincəlim. Örtdüm. Bişəcək. Bu ümumiyyətlə quymaq belə bişir. Quymağı 2 dəqiqəyə bişirmirlər ki, quymaq 45-50 dəqiqəyə bişir. Neçə dəqiqədə biz canlılaşmışıq? Qəmində bir 50 dəqiqə var. Tozdan salam. Aleyküm salam. Qapağı götür. Dəmirlə qapağı götür. Bunu mən bişirmədim, ha, bunu siz bişirdiniz. Allah'ın olsun siz bişirdiniz. Hər ağılda adam var, orada məndən 5 betər. Hərə də bir söz dedi. Deyir, mamaça çox olanda uşaq əyri gəlir. İndi hərə bir söz dedi orada, buradan indi hər şey aləm dəydi bir-birinə. Qapaqla lazım deyil, yaxşı. Götürün.
Tutacaq qazmağı. Altını biraz iti eləmək lazımdır ki, qazmağı tutsun. Tutacaq. Əgər tutmasa da horrad da belə yeyəcəm getsin. Ürəyim partlayıcı bir qaşıq qoymaq istəyirəm ağzıma. Tutacaq. 100% tutacaq. Mama hər gün sevər. Qazmağı olması üçün xod vermək lazım. Xod vermişəm də. Premium təşəkkür. İndi mən siz nə edəcəm? İndi mən bunu qoyacağım o birisi gözə. Birisi gözə daha gözləyir bunu qazmağı. O birisi göz daha itidir. O tez tutacaq qazmağında. Bunu alaq. Bunu bayaqdan elədənə denəndə bunu qoymuşam balaca gözə belə şey olur. Bu deyil sırazı var, qabıqlayır böyle. Yanacaq indi olur. Bunu yandırmasam becəl çəkən deyiləm. Oldu. Mən nəysə əvvəlcədən elə bir səhv elədim. Çünki çox qulaq asdım sizə. Mən deyən lazımdır, bunu elədin. Bunu cəmaata nəyə qulaq asdın? Sən ömür bu kiməcə qulaq asıb nəsə hazırlamışsan. Altın yansa sizlikdir, mənlik deyil. Altı yana bilər, hə? İyi gəldir, elə bir yanıq. Yox, yanmaz. Qəşəng gələcək. Başqa məsələ deyil, dur. 5 dəqiqə tutacaq. 6-7 dəqiqə orada qalsın, tutsun qazmağı, sonra qoyacağım bir tərəfə. Adam, çıxarış edirəm, qapaq barəsində işlə deyim, lazım deyil. Dayəl bu qoymayacağım işlə, belə. Nədir bu? Qapaq satqoyun deyirəm, və qoydum. Yanmaz. Siz nirah olmayın, yanmaz. Hara yanır? Bu qıraqlara ayrılacağım birazdan. Ya Allah. Kimi beni diagnoz et, beni kumat. Şöyle keçirəcəm buraya. Bu qazın üstüne qoyacağım. Azər, mən də istərdim. Yanmaz. Burada hərləndim, gəldim sənə səfə. Yox, yeməsəm afanizəl.
Qəşəng. Və indi mən istədiyim kıvama gəlir. Başqa məsələ. Səni mən qoyardım heç. Səni mən heç qoyaram. Bəlkə mən düzələmirəm, sənə bu qədər bağlanıram. Hələ tezdir səni mən yerə də göyə də qısqanıram. Mən istərəm. Bax, bu başqa məsələ. Biraz orada qoyduq, qazmağı tutduq. Gözəl. Sevirəm də səni Zaur. Səndən yoxdur, olmayıb, olmayacaq. Görüyor musunuz? Nasıl da kazmak tutmuş buradan. İyi günler sana dostum, iyi günler sana kardeş. İyi günler anay nay nay. Nasıl? Ne bileyim barışmışsın, deli şey soruşmuşsun. Darçın, beni padarkatırdılar. Şəkər dababit eləməmişəm. Yo, bura hara şəkər tökmək olar buna? Bunun şəkəri özün yeyəndə tökürsən. Handı özündən deyən adam çıxsın qabağıma məndən quymaq yarışına. Bir dənə Aybəniz xanım ağlım kəsir ki, o məndən qəşəng edə bilər. Haşımı. Əsl Bakı quymağı. Süperin. İyi bura gəldi. Durun mən də bişirməyi. Resept. 1 kilo pendir. 3 yumurta. Hələ bu düşəcəyi kıvama tam belə bu. İstəyirəm buraları belə qatılaşsın. Baba bura kimi olsun. Baba belə. Belə də olacaqdır. Bunun qazmağını çıxardacam, baxasınız ona. Hamısını gözünüzün qabağında. Bax, səhərdən ayaq üstəyəm, qıçım qırılır. Bugün həm də ayağımı zədələmişəm. Şişib burası, topuğum şişibdir. Öldürür mən üstünüzə sağlıq. Yaxşı ki, mənim TikTokda görəyim. Tərtərdən salamlar. 1 saatdır düz. Və olsun da quymaq elə 1 saata bişər də. Quymaq 1 saata, 1 saat yarıma bişər. Və əsl quymaq 2 dəqiqəyə hazır olmur ki. Gör, yağın nətər buraxıbdır. Bax, hələ yaxından göstərəm. Telefonu düşəcək içini. Baxın. Görürsünüz. Qazmağı da tutur. Gördünüz. Var mı bana yan bakan lan? Hazır deyil hələ. Uşaqlar, bilən 1 milyon like eləyək də bu quymağa xatir. Lütfən. Mənim özümə xatir 500 min gəlirdi. Bir 500 min də like'ımızı da eləyək quymağa xatir. Hər kəsdən barmağını ürəyin üstündə saxlayıb belə brrrr eləyir əlinizin altında. Elə eləyin də. Getdik. 3, 2, 1. Ən azı bu quymağa dəyər də, o ürəkləri qoymaqda. Bu quymağa dəyər də. 70 min, 74 min, 78 min, 82 min, 87 min, 91 min, 1 milyon eləyək quymağa xatir. 600 min. Oba, 614 min, 619 min, 624 min, 600. Əhsən, əl əməyinə, zəhmətə dəyər verən insanlar. At deyil, dəvə deyil, pul istəmirəm, bir şey eləmirəm. Deyirəm, barmağınızı oraya basın, qalsın orada belə. Dırrrr. O, bir ürək partladı. 709 min. Öpürəm. Öpürəm. 740 min, 750 min, 760 min, 800 min. Haydi. 1 milyon, 2 milyon, 1 min dur, 2 min dur. Bana bir bade doldur. Bu ne güzel düğündür. Haninna, haninna, haninna. Dam üstünde
882.000. Doğan kimdir? Nənəm. 928.000. Nənəm də yoxdur, deyəm doğru. Nənələrim yazıqlar ikisi də. Heç birinin üzünü çox görmədim. Şuşada Allah rəhmət eləsin, amma bir üzünü çox gördüm. Səbrə nənəm. 1 milyon olduq mu? Öpürəm əllərinizdən. Öpürəm əllərinizdən. Öpürəm əllərinizdən. Eşq olsun sizə. Əjdahasız. Və 2 saatdan sonra da iftar imsaqdır. Saxlayayım imsaqda yeyeyim, yoxsa indi yeyeyim, imsaqa qalmasın. İndi bunun altını neyinirik? Alırıq ki, qazmaq tutur. Bunun altını biraz alırıq. Elə. Əqilli işlər görmək lazım. Bəh. Allah, bu nə gözəllik. İlahi. Sahil sakit çəkilibdir ayaqlar dararararam. Ötən dalğan qayaları qucaqlar. Deyəndə ki bir qayıqla üzək yar, çatıb qara qaşlarını nədənsə olmaz deyirsən. Kim deyirdi qazmağı tutmayacaq? Kim deyirdi o sözü? Kim inanmırdı Zaurun qazmaq tuttura bilməməyinə? Hə? Kim? Kim idi o bana yan bakan? Kim idi qazmağın tutmayacaq deyən? Hə? Bax hələ qazmağa. İşte bu. İşte bu bir Zaur mucizesi. Gördünüz mü? Çok sağ olun. Teşekkür ediyorum. Kapağı koymak lazım. Ellerine sağlık. Ellerine sağlık. Hadi durma gel be.